Bizi bağışlayın, qonaqlarımız gəlib. Deyiləm. Sən bilən o sumkada nə var? Həmişə əlində saxlayır, ki məndə də. Daşqaş. Qızıl, brilyant. Özüm görmüşəm. Gəlin, gəlin gedək biraz üzüm dərək. Bizim vaxtlarda Nailə kimi giyinib gəzənləri heç qapıdan içəri buraxmazdılar. İstəyirsən inci, istəyirsən incimə. Ay nənə, sən deyən vaxtlar keçdi. İndi başqa zamandır. Sağ ol. Bağışla. İş təkcə paltarda deyil. Sən onun evdarlığına bax. Yazıq Kamilə səhər axşam qızardılmış kalbasa yedirir. Fikri zikri özündədir. Elə də arvad olar. Çalıb oynamaqla kişi qarın doymaz. Xorey pişirməyə nə var ki? Öyrənər də. Bax, arvad ədilə kimi olar. Uşaqlara da baxır, evə də baxır. Can deyib can eşidirlər. Qeybətçidir o. Başından böyük danışma. Rəhmətli anam deyərdi ki, qeybət yiyən olmasa, qeybət eləyən də olmaz. Nəysə, arvad sarıdan bəxti gətirmədi. Heç qonşulardan da gəlib gedən yoxdur. Əvvəllər gəlirdilər, indi yox. Rəşidlə arvadına görə. Kamil gülü qonşuların gözündən salan olardı. Bilmirəm, neyin iblər axı olaraq. İncimə, Rəşid düz deyirdi də. Əgər babat yazsaydı, o dəqiqə çap eləyərdilər. Hələ üstəlik pul da verərdilər. Amma bu bədbaxt oğlunun heç bir cümləsini də oxumamışıq. Yazıçılar ittifaqında əla bilirlər, kim yaxşı yazır, kim pis yazır. Rəşid deyirdi ki, öz qulağımla eşitdim. Deyir, elə bilmək olmaz ki, o nə yazır. Ondan hər şey gözləmək olur. Deyir, gərək bditilli olaq. O ilə benim tez-tez görüşürsən? Nədir ki? Rəşid çox bacarıqlı adamdır. Eldəniz, həmişə ayaq üstə. Çox sağ ol Aynen. Evində işində olasan həmişə. Sağ ol Aynen. Əlin necədir, incitmir ki? Yaxşıdır, sağ olun, narahat olmayın. Hə, yaxşı yadıma düşdü, şəhərdə xanmananı gördüm. Ərə gedib, sizə də çoxlu salam göndərdi. Ərə gedib? Bəli. Allaha çox şükür, şəhərə gedən kimi gərək onu bir təbrik eləyək. Gəlin, gəlin içəri uşaqlar, varır çayımız var. Tələsir. Çox sağ ol, Aynen. Sağ olun, sağ olun. Gələn də, sağ ol. Ona bir ömərə getmək olar Ayınə. Niyə olmur? Şəhərin lap ortasında uşaqlar beydən 4 otaq qalıb, pulları da var. Ağıldan kərdə axı. Onda deməli uşaqları da özünə oxşayacaq. Nə olub onun ağlına? Bunu sənə kim dedi? Özündən söz çıxar. Düzdür, biraz yaşı çoxdur, çətin uşağı olsun. Kim alıb onu görəsən? Müslüm Maqamayev kim alacaq? Kaş bir əlini görəydik onu. Yaxşı, mən getdim. Şəhərdə işim var, sağ olun. Sağ ol. Sanki belə axşamlarda qocalar bağlara, bağlar da qocalara xatirə danışır. Oxu. Qorxma, incimirəm səndən. Bəs onda ardını niyə oxumaq istəmirsən? Xahiş edirəm, oxu. Özüm hiss eləyirəm ki, nəsə mən istəyən kimi çıxmır. Mən əməlli eqoistəm. Səni xalic cəfəngiyyət dinləməyə məcbur eləyirəm. Sən məni ədəbiyyatı başa düşdüyüm üçün sevməmisən ki. Kamil əmi, çimməyə gedirsiniz? Salam. Salam. Siz Salam. gedin, mən bu saat gəlirəm. Yaxşı. Necədir? Orada bax. Hoşuma gəlir?